Leylanın maceraları. Hikayenin müəllifi Fatimə Rızazadədir. Hikayede gördüğünüz bütün hadiseler Fatimənin təxəyyülüdür. Biri var idi, biri yox idi. Dağların ətəyində, gözəl bir kənddə bir ailə yaşayırdı. Bir gün bu gözəl kənddə gözəl bir səhər açıldı. Leyla yuxudan oyandı. Pəncərənin qarşısına keçib gözəl mənzərəyə tamaşa etməyə başladı. Bu zaman Leylanın anası mətbəxdə iş görürdü. Leyla mətbəxə yollandı. Anası ona dedi: "Leyla, durmusan kızım?" Leyla cavab verdi: "Anacan, mən yuxuda nənəmi görmüşəm. Onun üçün çox darıxıram." Anası gülümsəyərək dedi: "Tətildir kızım. Nənəngilə getmək istəyirsən?" Leyla sevincək cavab verdi: "Hə ana, istəyirəm." Bu əsnada Leylanın atası otaqda öz işlərini həll edirdi. Leyla atasına yaxınlaşıb soruşdu: "Atacan, olar sabah nənəgilə gedək?" Atası cavab verdi: "Yaxşı qızım, gedərik inşallah." Leyla səhər yeməyini yeyib həyətə düşdü. Həyətdə oynamağa başladı. Birdən tüfəng səsi eşidildi. Yaralı bir quş Leylanın yanına düşdü. Leyla yaralı quşu götürüb anasına apardı. "Ana, gəl quşa kömək eləyək." Anası quşun yarasını təmiz sarıqla sarıdı. Leyla dedi: "Balaca quş, inşallah sən yaxşı olacaqsan. Yenidən uça biləcəksən." Səhər açılır. Leyla quşu otaqda tapmır. Anasının yanına qaçaraq deyir: "Ana, quş yoxdur. Yəqin quş sağalıb. Digər otaqlara da bax qızım." Atası Leylanı səsləyərək dedi: "Qızım, bura gəl. Sənin yaralı quşun artıq sağalıb. O uça bilir. Axı istəyirəm o bizimlə qalsın ata." Atası cavab verdi: "Qızım, onun yeri təbiətdir. Onu öz evinə göndərməliyik." Leyla dedi: "Yaxşı ata." Onlar pəncərəni açıb quşu təbiətə buraxdılar. Leylanın növbəti maceralarına şahid olmaq üçün kanalımıza abunə olmağı unutmayın.